Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Çox dəhşətli xəbərlərlə mən Qabil Türkoğlu sizin xidmətinizdəyəm. Ey İlham Əliyev, məni TikToka canlı yayıma çıxmağa qoymadın. Onsuz da hər gün Qabilin videolarını 1 milyondan çox adam izləyir. Ay İlham Əliyev, nəyə nail oldun? Nəyə nail oldun? Dəyərli mətənlərim, dəyərli soydaşlarım, dəhşətli xəbərlər verəcəyəm ki, bu xəbərləri məndən başqa çətin tapacaqsınız. Bəzilərini heç tapamayacaqsınız. İlham Əliyevin İlham Əliyevin ailəsinə yaxın həmişə Arzu ilə, Leyla ilə, nə bilim, İlhamın ailəsinə, Mehribanın yanında poza verən, şəkil çəkdirən, soyu kökü erməni olan, bir zamanlar Almaniya siyasi muhacir kimi gələn, sonra gördü ölkədə petuxlara dəyər verirlər, getdi qayıtdı. Anasını erməni ilə yatağa qoydu. Anası erməni ilə Almaniyada qeyri-qanunu yaşayırlar bir yerdə. Həmən o Toliki deyirəm, Toliki. Tolik birbaşa bütün siyasi məhbus yoxa kişi. Siyasi məhbus söhbəti getmir. Tolik birbaşa bütün həbsdə yatanı, bax cümləni belə dedi. Tolik cümləni belə dedi. Dedi, türmədə olanların hamısının, evindəkilərin ağzını demirəm da burasını demirəm. Ay türmədə olanlar, ay kriminallar, hardasınız? Sizi səsləyirəm, sizi. Bu Yunis'ten bir de neydim elə? Ay millət, Tolik'te nazir kimi bir ordu ilə gəzmir ki prezident kimi. Ay millət, bütün türmədə olanların dedi, hamısının evindəkilərin ağzını belliyim. İnanmırsınız? Düzdür, söhbət siyasilərdən düşmüşdü. Prezident kim ola bilər? Kimsə dedi ki, türmədə olanlardan birini çıxardın, o olsun prezident. Məsələn, belə deyəndə dedi, bütün türmədə olanların ağzına belliyim. Yox, evindəkilərin ağzına, hamısının. Ay millət, kriminallar, hardasınız? Sizi səsləyirəm. Söhbət xırdalayanlar, avtoritetlər, hardasınız? Bir petuğun öhdəsindən gələnmirsinizmi? Sabah onu bilirəm ki, hamımız bir-birimizin üzünə baxmağa utanacağıq. Bu peysəriyi necə biz qaldırırdıq? Çünki bütün sirlər də açılacaq ha. Bu Tolik'in dediği sözləri canlı yayıma qoyacağım, gəlib orada baxa bilərsiniz. Bilirsiniz ki, dəyərli həmvətənlərim, Telman İsmailov, İlham Əliyev tərəfindən qaçırılmışdı Makedonya'ya, Çernogoriya'ya, Makedonya'ya. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, Rusiya, biri ta orasını demirəm də, canlı yayımda deyərəm ki, Telman İsmailov İlham Əliyevlə necə yaxın olubdu, onu necə, dalını İlham Əliyev qumara qoyanda o pulu vermək lazım idi. Onun biri ən böyük məbləğ verən Telman İsmailov oldu. Telman İsmailov Mehriban Əliyevanı çox sevirdi. İlham Əliyevi biznesinə qatdı, qadın at paltarları Kutka biznesinə qatdı və Mehriban Əliyeva ilə öz ən böyük obyektinin arxasında yataq otağında Mehribanla neyniyirdi? Onu Heydər Əliyevə çatdırdılar. Aləm dəydi bir-birinə, yəni bura demək istəmirəm, sadəcə gör nə demək istəyirəm. Aləm dəydi bir-birinə. İlham Əliyevə daha böyük bir zərbə. Rusiya devləti Telman İsmailovun 50'den çox adamını, ən yaxın axranasını, sağ, sol, bütün adamlarını Rusiya həbs eləyib. Deməli, məhkəmə gedişatında nə ortaya çıxsa yaxşıdır. Məlum olub ki, Telman İsmailov çoxlu siyasilər, biznesmenlərin ölüm işini, qətliyamlarını yerinə yetirirmiş pul qarşılığında. Əlində çoxlu killerlər, cinayətkar dəstələr var imiş. Məlum olub ki, deməli, Telman İsmailov Rusiyada, Avropada və digər ölkələrdə çox saylı qətillər törədibdi. Və məlum olub ki, ən böyük qətilləri sifarişini Azərbaycandan alıb. İndi İlham Əliyev demir də Ruslar. Hələ ki, Rusiya İlham Əliyev adı demir. Amma Azərbaycandan alırdı deyərək mesaj verir ki, İlham Əliyev çaşma ha. Bütün o adamların hamısının ölümünü, hamısının siyasilər, biznesmenlər, hamısının ölümünü Telman İsmailova sən sifariş veribsən ha. Artıq dəyərlənmədənlərim aləmdəydi bir-birə. Telman İsmailovun deportasiyası üçün Makedonya'ya və Çernogoriya'ya
deməli sənədlər gedib də artıq deportasiya olunması üçün çox saylı ölümlər, çox saylı cinayətlər, söhbət onlarla, yüzlərlə ölümdən, cinayət içindən gedir və çox uzun və içində İlham Əliyev var. Birinci demək istəyirəm ki, yəni bu alt paltarı satanda mehribanla yatıb dururdu Telman. Yəni onu biz də dedik, dünya mətbuatda dedi. Yəni İlham Əliyev qeyrətə mi gəldi? Daha Telmanı müdafiə eləmirmi? Raskoda mı verir? Yoxsa bu tərəfdən qeyrətə gəlmədi? Əcaba İlham Əliyevin sonudur ailənin ən çox sirlərini bilənlərdən biri Telman İsmayılovdur. Telman İsmayılov İlham Əliyev gedər ayaq məhv eləməyimi istəyir. Değerli vətənlərim, değerli soydaşlarım, son zamanlar Avropada öldürülen ve yaralanan siyasi fəalların çoxsunu Makedonyadan gəliblər. Değerli vətənlərim, Makedonyadan, Çernogoriyadan AEST Telmana bağlı cinayətkar dəstələr gəlib vurubdu və sifariş Azərbaycandan gedibdi. İlham Əliyev müdafiə eləyirdi. Bu yaxınlara kimi bəlkə də indi də müdafiə eləyir. Amma aləm dəydi bir-birinə. AEST Telman təcil gəlməlidir. 50'dən çox killerini axranasını belə tutublar. Hamısında əli ölüm işinə batıbdı. Telman qarışıq. Əziz vətənlərim, Xəzər dənizi quruyur. Bundan geniş danışacağım. Bilirsiniz ki, dünyanın en büyük gölleri İran'da, Rusya'da, Qazaxıstanda, en büyük dünyanın gölleri kurudu. Kurudu mu kurudu? Bir dənə Xəzər qalıb. Gah dedilər göldür, gah dedilər Volga Don, nə bilim, okeana çıxışı var çay vasitəsindən. Hər neysə. Dəniz deyən oldu, göl deyən oldu. Xəzər dənizi artıq kilometrelərlə Qazaxıstan tərəfdən çəkilibdir. Xəzər dənizi quruyur və tamamilə quruyacaqdır. Tamamilə quruyacaqdır. Alimlər qeyd eləyiblər ki, alimlər Xəzər dənizi altdan sızıntı var imiş Hind okeanına. Dəniz boşalır Hind okeanına. Dəniz altınla, yerin altınla. Dəniz boşalır Hind okeanına. Və Xəzər dənizi tamamilə quruyacaq. İndi burada canlı yayımda danışmalıyam da bu Xəzər dənizinin qurumasının xeyri nə olacaq, ziyanı nə olacaq? Həm xeyri var, həm ziyanı var. Bunları da mən sizə deyəcəm haçan, harda deyəcəyəm canlı yayımda. Məni qınamayın, alimlər deyib. Paşinyan Azərbaycan Qurban Bayramı münasibətindən təbrik elədi. Belə təbriklər etmək üçün töt lazımdır. Paşinyan demokrat deyə bilər, İlham Əliyev eləyənməz belə qələt. Siyabrezdə qətliyan bilirsiniz ki, Bakıda bütün yük maşınları gecə hərəkət eləməlidir. Təkcə Siyabrezdə İlham Əliyevin qızına basıb sonra buraxan nədir o gədə? Emin Ağalarov. İndi də Mehribana basır deyirlər. Hər nəysə, Emin Ağalarov. Onun üçün gecə günüz fərq eləmir, Kamazlar darmadağın elir. Bugünkü qətliyamı da gördünüz də Kamaz üstündən keçdi. Bütün hamı maşında həlak oldu. Değerli vətənlərim, Müsavatın, Sibrizdən danışacağım. Müsavatın sarsaq, axmaq başkanı Arif Hacılı gəlib Avstriyaya küçə tulası kimi, hansı ki Avropada küçə tulası yoxdur, küçə tulası kimi şəhərdə gəzir və ermənilərlə görüş keçiribdir və erməni müxalifətinlə görüş keçirib. Erməni müxalifəti kimdir? Rusiyanın küçükləri. Azərbaycan müxalifəti də deməli Rusiyanın küçükləriymiş. Əziz vətənlərim, Arif Hacılını nə günə qoyacağam? Canlı yayımda. Təzəcə əl çəkmişdim bundan. Bir həftə bundan qabaq danışmışdım. İndi də dəhşətli günə qoyacağım. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, Mehriban Əliyeva, Adil Əliyevi dünənləri yanına çağırdı. Dünənləri, yəni 6 iyun 2025-ci il və Mehriban Əliyeva dedi, sizi mən qaldırmışam, mən böyütmüşəm. Sizə qarşı çıxan qarşısında məni görəcək. Adil Əliyev, get kef elə, sənin arxanda mən durmuşam. Mehriban Əliyeva niyə bu sözlər dedi? Birinci, yəqin ki, dəyərli vətənlərim, hələ ki İlham Əliyev ailəsinin çox biznesmenlər, siyasi fəalları öldürməlidir, aradan götürməlidir. Hələ ki gedərək Adil Əliyevin killer dəstələrinə ehtiyacı var. Bu birinci. İkinci, Adil Əliyev, ikinci ola bilər Mehriban Əliyeva bunu niyə dəstəkləyir? 10 il Səməddən evli olub, Səməd də bunların adamı olubdu. Çox sayılı plus 18 kasetlər var. Üçüncü, aldığım məlumata görə Məhərrəm Əliyev polis rəisi olanda Heydər Əliyevin vaxtında Mehriban Əliyevanı 2 ya 3 dəfə oteldə, hansısa bir yerdə başqa iş adamlarından hardaza tutub da, bəlkə də AEST Telman doların biridir. Tutub və sirri Heydər Əliyevə İlhama deməyib deyə Mehriban bu
Məhərrəm Əliyev, Adil Əliyev qardaşlarını müdafiə edir. Əşi, burada çatdıra bilmirəm. Gəlin canlı yayımda hər şeyi açım, sensasiyalı